Bismillahirrahmanirrahim. Əziz möminlər, bəzən düşünürük ki, namaz qılmaqla, oruç tutmaqla Allahın razılığını əldə etmiş olur. Amma Peyğəmbərin kəlamlarına diqqət eləsək, əlbəttə o da Allahın sözün bizə çatdırır. Görərik ki, hətta namazlarımızın, oruclarımızın qəbul olunması və ya Allahın razılığın əldə olunması bir sıra vasitələrlədir. Məsələn, onlardan biri də valideynlərimizə xidmət etmək, valideynlərimizin qulluğunda durmaq. Əgər bir insan ağ valideyn olsa, valideyni ehtiram eləməsə, valideynin qulluğunda durmasa, hətta hədislərə nəzər yetirdikdə görərik ki, Allah Taala deyir ki, onun qıldığı namazları, onun tutduğu orucları çırpın onun üzünə. Mən ondan razı deyiləm. Əgər bir şəxs mənim ondan razı olduğumu istəyirsə, əvvəl valideynlərin razılığını əldə etsin. Odur, əsasən cavanlara tövsiyəm budur ki, valideynlərimizə qarşı diqqətli olaq. Hətta Qur'ana nəzər salsaq, Allah Taala uf sözün belə valideynlərimiz üçün işlənməməyini qeyd edir. İmam Cəfər Sadiq əleyhissalam buyurur ki, əgər uf sözündən təsir baxımından, məna baxımından kiçik bir söz olsaydı, Allah Taala valideyn üçün onu da qeyd etmiş olardı. Odur, valideynlərimizin qədir qiymətini bilək, onların üzünə baxmaqla Allahın razılığını əldə etmiş olaq. Əgər biz onların razılığını əldə etməsək, heç vaxt Allahın razılığını əldə edə bilmərik.